Son illər hüquqi yardımın keyfiyyətinin artırılması və vətəndaşların vəkil xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Görülən işlər çərçivəsində Bakıda bir saylı vəkil bürosunun yeni inzibati binasının açılış mərasimi keçirilib. Tədbirdə Vəkillər Kollegiyasının rəhbərliyi ilə yanaşı vəkillər və büro əməkdaşları iştirak ediblər. Açılış mərasimində Bakı şəhəri bir saylı vəkil bürosunun rəhbəri İlqar Bəhrəmiyyə büro barədə ətraflı məlumat verərək bildirib ki, Bakı şəhəri Nərimanov rayonu Azadlıq prospekti giriş 225 ünvanında müasir standartlara uyğun şəkildə qurulan ofis vəkillərin peşə fəaliyyətinin səmərəli təşkili üçün bütün zəruri şəraitlə təmin edilib. Ümumi sahəsi 206 kvadrat metr olan büroda geniş və işıqlı vəkil otaqları, konfidensial görüş üçün ayrıca otaq, konfrans zalı, mühasibət otağı mövcuddur. Otaqlar müasir texniki avadanlıqlar və mebellə təchiz olunub. Vəkillərin istirahəti, vətəndaşların qəbulu üçün rahat imkanlar yaradılıb. Daha sonra açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov büronun yeni inzibati binasının açılmasını hüquqi sistemin inkişafı baxımından mühüm addım kimi dəyərləndirib. Vəkillik fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində atılan addımların əhəmiyyətini qeyd edib. O bildirib ki, yeni inzibati binanın fəaliyyəti ölkədə hüquqi xidmətlərin keyfiyyətinin artırılmasına xüsusi töhfə verəcək. Anar Bağırov bildirib ki, hazırda ölkə üzrə fəaliyyət göstərən vəkil bürolarının sayı 144-ə çatıb və bu qurumların hamısı beynəlxalq standartlara cavab verən maddi texniki baza ilə təmin olunub. Qeyd edilib ki, bu addımlar vətəndaşların keyfiyyətli və əlçatan hüquqi yardımla təmin edilməsinə xidmət göstərir. Eyni zamanda Anar Bağırov vurğulayıb ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli sərəncamı ilə 28 dekabr tarixinin vəkil günü kimi təsbit edilməsi ölkəmizdə vəkillik institutuna, vəkillərin peşəkar fəaliyyətinə və onların ədalət mühakiməsinin təmin olunmasında mühüm roluna göstərilən yüksək dövlət diqqətinin və dəyərin bariz nümunəsidir. Və mən bir daha sizə, bu kollektivimizdə uğurlar arzulayıram. Qarşıda gələn yeni ildə bu büroda yaxşı müqavilələr bağlayasınız, insanlara hüquqi yardım aksiyaları keçirəsiniz, cəmiyyət, dövlət fayda verəsiniz, vəkilin inkişafı üçün töhbələr verəsiniz. Xeyirli uğurlu olsun. Sonda büronun müdürü İlqar Bəhrəmiyyə diqqətə çatdırıb ki, yeni qurumun əsas məqsədi vətəndaşlara peşəkar, şəffaf və əlçatan hüquqi xidmətlərin göstərilməsidir. Onun sözlərinə görə burada mülki, cinayət, inzibati, ailə və əmək hüquqi sahələrində vətəndaşlara xidmət göstəriləcək. İlqar Bəhrəmiyyə qeyd edib ki, büroda həssas qrupdan olan, eləcə də az təminatlı vətəndaşlar üçün pulsuz və güzəştli hüquqi yardım xidmətləri də nəzərdə tutulur. Azərbaycan Respublikasının dövlətçiliyinin və cənab prezidentin göstəriş və hüquqi islahatlarından irəli gələn tövsiyələrdən bu məsələlərdə əsas önəmlidir ki, hal-hazırda açılmış vəkil büroları və vəkil təsisatları və eyni zamanda bizim Bakı şəhər bir saylı vəkil bürosu da həmən tərkibdə olmaq şərti ilə yüksək keyfiyyətli hüquqi yardım göstərsin, vətəndaşlara müraciətlərini, eyni zamanda dövlət hesabına hüquqi yardım göstərilən şəxslərə, az təminatlı deməli şəxslərə keyfiyyətli hüquqi yardım göstərilməsini əlçatan etsin və bütün növ hüquq məsləhətləri üzrə məhkəmə, ədalətli məhkəmə təqibini, ədalətli məhkəmə mühakiməsini istiqamətində daha obyektiv işlər görülsün. Sonda yeni binaya Vəkillər Kollegiyasının adından hədiyyələr təqdim olunub. Şəfiqə Şəfa, Pərviz Allahverdiyev, Bizim Media.